Herkese salam, mən Elvin. Videoma xoş gəldiniz. Bugün uzun müddətdir gözlədiyiniz ixtisas seçimi ilə bağlı məsləhət videosu çəkirəm. Əslində bu videonu əvvəldən çəkmək planım var idi. Sadəcə gözləyirdim ki, imtahanlarınızı təmiz verib bitirəsiniz və bu videoya rahat bir şəkildə oturub baxasınız və anlayasınız həqiqətən. Deməli bu videoda nə izah edəcəm? Bu videoda izah edəcəyim şeylər olardı ki, mənim ixtisasım, menecment ixtisasını bitirdikdən sonra nə kimi işlərdə işləmək olar. Ondan əlavə olaraq ixtisas seçimi apararkən balların düşüb qalxmağı, bal düşəcəkmi, bal qalxacaqmı, mən düşə bilirəmmi, pulsuzdan mı oxuyuram, qiyabidən mi oxuya biləcəm, bunları hesablanmağını sizə başlayacağam. Suallarınız var, onları cavablandıracağam və əlavə olaraq özəl universitetlərə oxumaq dəyərmi, dəyməzmi və yaxud özəl universitetlərin diplomu keçirmi, keçmirmi, bunların hamısı barədə sizə məsləhət verəcəm və əlavə sizin suallarınız var, bəzi suallar olaraq qeyd eləmişəm, onları cavablandıracağam. İxtisas seçimi apararkən balların düşüb qalxmağı necə hesablanır? Balların düşüb qalxmağı hesablanmaq üçün siz imtahan verib bitirdikdən sonra 4 dənə jurnal çıxır, 4 ya da 3 dənə səhv eləmirəmsə. Bu jurnallardan birində sizin hansı ki 1, 2, 4-cü qrupların yığdığı ballar olur. O balları göstərən jurnal 1 çıxır ayrıca. Ondan əlavə başqa bir jurnal var ki, orada da ixtisaslıların öz balları çıxır. Hansı ki keçən ilə nəzərən çıxır. Məsələn 2025-in balları ya da 2026-ın balları məsəl üçün 2027-də göstərilir, amma 2027-in balları hələ siz qərar verirsiniz. Ona necə siz qərar verirsiniz? Sizin yığdığınız bala uyğun o ballar qalxıb düşür. Gələn ildə məsəl üçün sizin ballarınıza baxıb götürəcək. Nəsə ixtisas seçiminə uyğun ballar çıxır, hansı ki keçən ilə aid olan. Ondan əlavə də plan yerləri falan çıxır. İxtisasların kodları falan bunlar çıxır. Siz indi ixtisas seçimi apararkən necə edirsiniz? Əvvəlcə götürürsüz, ballara baxırsınız, öz yazdığınız ballara. Məsələn, ikinci qrupam. Götürürəm ikinci qrup kitabçasını açıram. Mən deyək ki, balım 400-dən 500 arası olan baldır. Məsələn, baxıram 400-dən 500 bal arası olan ballara. Görürəm ki, məsəl üçün bu il məsəl üçün 200 nəfər 400-dən 500 bal arası bir bal yığıbdı. Ondan sonra keçirəm keçən ilki nəticəyə baxıram. Keçən ilki nəticələrə yenə baxıram, həmin kitabçanı açıram, baxıram. Görürəm ki, məsəl üçün keçən il 400-dən 500 bal yazan arası şəxs bu ildən daha azdır. Bu il daha çox adam 400-dən 500 bal arası yazıbdırsa, onda deməli bu il 400-dən 500 bal arası olan ixtisasların qalxma ehtimalı gözlənilir. Yəni bir şey deyim ki, məsəl üçün bu il ki 4 adam 700 bal yığıb, misal çəkirəm. O demək deyil ki, ballar fıçqırıb qalxacaq. Yəni bu belə bir şey demək deyil. Nəyə görə? Çünki 700 bal yazanlar əgər çoxdursa, onda 600-dən 700 bal arası olan ixtisasların balları qalxmağa gözlənilir. Amma 400-dən məsəl üçün 500, 300-dən 400 bal arası ixtisaslar az yazıbdırsa keçən ilə nisbətən, onda ballar ya stabil qalır, ya da azala bilər, hələ ehtimal var. Yəni bu il çox adam yaxşı yazdı demək, bu demək deyil ki, bu il deməli ballar qalxacaq. Bu mənaya gəlmir. Siz öz yığdığınız bal aralığına baxın həmişə. Məsəl üçün deyək ki, atıram 357 yazıbsınız. Neçə nəfər 300-dən 400 bal arası yığıb? Yox, keçən ilə nəzərən az adam yazıbsa 300-dən 400 bal arası. Deməli bu bal aralığında olan ixtisaslar azalacaq ya da olduğu kimi qalacaq. Yox, çox adam yazıbsa onda artma ehtimalı var. İxtisas seçiminin sıralama söhbəti, yəni məsəl üçün deyək ki 15 ilə ixtisas yazırsan, ya da 16 deyək yadımda qalır, 15 olmadı, hə. 15 ilə ixtisas yazırıq. Məsəl üçün birinci yerə nə yazmalıyam, ikinci yerə, üçüncü yerə, axırıncı yerə nə yazmalıyam? Bu belə olur. Əsasən birinci yerə ən çox sevdiyiniz ixtisası yazın. Balı yüksək olsa belə götürün onu yazın. Yəni ürəyinizdə qalmasın. Çünki ola bilsin birdən bal belə gördünüz çox düşdü. Yəni ya da çox qalxdı. Ola bilər, ehtimallar var. Nəsə götürün birinci yerə ən sevdiyiniz ixtisası yazın. Ondan sonra keçin ikinci yerə. İkinci yerə artıq bilirsən ki, məsəl üçün mən bu universiteti istəyirəm, bu ixtisası istəyirəm. Onda götürün o ixtisası yazın. Birincidə yəni düşəsiniz bu ixtisasa. Onu yazın. Ondan sonra keçin yavaş-yavaş ixtisasınıza uyğun bal aralığına keçin. Məsəl üçün deyək ki, UNEC-i yazdınız, keçin adın üstə həmin ixtisası yazın. Belə yazın. Axır artıq 5 yerə yaxınlaşanda oradakı pullar yazın. Yəni özünüzü qarantiləmiş kimi olursunuz da. Birinci məsəl deməli axırdan 5 yer qalıb da. Axırdan 5-ci, 4-cü, 3-cü, 2-ci yerlərə. Buraları götürün, yenə eyni ixtisasların pullarını yazın həmin universitetin. Axırda ən axır isə istədiyiniz ixtisasın, istədiyiniz universitetdə qiyabisini yazın. Yəni bunu bu cür yazmalısınız ki, sizin işiniz qaranti olsun tam olaraq. Yoxsa başqa cür yazsaz, yəni ixtisas seçim müəllimləri də buna görə lazımdır. Bu cür yazılar ona görə deyirlər ixtisas seçim müəllimi yanına gedin. Siz eləsəz problem yaranar. Əslində elə problemli bir şey yoxdur. Bunu bilsəz artıq siz ixtisas seçimi edə bilərsiniz. Daha sonra ixtisas seçimi edərkən kodlar olur. Bizə balaca həmin o dediyim bayaqki kitabçalarda bir belə kodlar verirlər. Həmin o kodları biz götürürük, ixtisas seçimi olan yerə yazırıq. Ondan sonra ixtisasımız avtomatik olsa yazılır ki, məsəl üçün filan koddan aid olan filan ixtisas gəldi ora. Özəl universitet seçmək lazımdırmı? Özəl universitetləri seçmək əksəriyyətən məsələn deyirlər diplom falan keçmir.
qorxurlar bəzi adamlar. Özəl universitetin diplomu Təhsil Naziri tərəfindən verilir. Eyni şəkildə dövlət universitetlərində diplomu Təhsil Naziri tərəfindən verilir. Yəni diplomları hər yerdə keçir. Özəl universitetin yaxşısı da var, pisi də var. Əksəriyyətən bəzi oğlanlar əsgərliyə getməsin deyə özəl universitetdə yazılıb. Bu kimi avantajları var. Düzdür, yaxşı özəl universitetlər də var bəziləri. Ballar necə olanda qalxır? İncə dedim ki, balların qalxma ehtimalı necə bir şeydir? Balların qalxma ehtimalı odur ki, sizin yağdığınız bal əgər həmin ilə 500 nəfər yazıbdısa, keçən il 400 nəfər yazıb, bunda ballar düşür. Yox, bu il 500 nəfər yazıb, keçən il 600 nəfər yazıbsa, onu deməli bu il həmin bal aralığından ixtisasa düşəcək. Bu cür bayaq düşəcək dedim, yoxsa qalxacaq dedim. Onu orada deyə düzəldərəm. Menecment ixtisası nədir? Menecment ixtisasını bitirdikdən sonra əsasən bizim işləyəcəyimiz işlər lider tipli işlər olacaq. Məsəl üçün gedib biz bankda işləyə bilərik, layihə meneceri kimi işləyə bilərik, insan resursları HR kimi işləyə bilərik. Bu kimi işlərdə işləyə bilərik. Yəni bunların özlərində də fərqlənəndə daha yüksəyə getmək olur. Düzdür, bizə universitetdə, heç bir universitetdə bizim universitet qurtardıqdan sonra hansı işdə işləyəcəyimiz dəqiq deyilmir. Amma biz oxuduğumuz ixtisaslara görə əsasən tutmaq olur ki, biz bu ixtisası qurtardıqdan sonra nə işləyə bilərik. Daha sonra universitet seçiminə gəldik. Universitet seçərkən əsasən məsəl üçün bəzi adamlar ixtisasa görə universitet seçir, bəzi adamlar universitetə görə ixtisas seçir. Mən fikirləşirəm ki, yəni öz fikrimdir bu, bəzi adamların fərqli fikirləri də var. Məncə universitetə görə ixtisas seçmək lazımdır. Çünki səni əsas orada yəni ixtisasın yox, universitetin maraqlandırır həqiqətən. Məsəl üçün, universitetin sənə əgər rahat imkanlar verirsə, hansı ki Güneydə həftədə 4 gün dərs olur, onun da biri qiyabi olur. Qiyabini yəni onlayn keçirlər. Qalan 3 gün isə əyani olur. Qalan bütün günlər evdəyəm. 6-dır bazardır, məsəl üçün 5-ci gündə evdəyəm, deyək ki 4-cü gün qiyabidir. 4 gün evdə olursan, 3 gün dərsdə olursan. Bu da sənə həqiqətən sənin özünün əgər potensialın varsa, inkişaf eləməyinə kömək eləyir. Keçək sizin suallarınıza. Deməli, bir nəfər yazıbdır ki, 198 balla ikinci qrupda qiyabi hara düşə bilərəm? Deməli, ikinci qrupda 198 balın qiyabi İqtisad Universitetində düşə bilərsən, Gəncə Dövlətində düşə bilərsən, Admüstəviyyədə də düşə bilərsən. Əsasən bu il statistikasına əsaslanır, amma keçən il statistikasına əsasən mən sənə deyə bilərəm ki, bu universitetə düşə bilərsən. Yəni bu ilin ixtisasına statistikasına baxmamışam, ancaq dəqiq deyə bilmirəm. Amma keçən il statistikasına əsasən düşə bilərsən dediyim universitetlərə. İxtisas olaraq hansılara düşə bilərsən? Biznes idarə edilməsinə düşə bilərsən. Bəzi universitetlər var ki, iqtisadiyyata da düşə bilərsən, balların asılıdır əsasən o. Deyirlər ki, biznes idarə edilməsi 2026-da təxmini nə qədər bal olar UNEQ-də? Bu il olan bal pulsuzluğu nəzərdə tutub deyirsənsə 520 plus idi səhv eləmirəmsə. Mən biznes idarə edilməsinə də çox maraqlanmamışam. Bir iqtisadiyyatla maraqlanmışam, bir də menecmentlə. Ancaq bu iki ixtisas dəqiq bilirəm. 2026-da təxmin necə olar? Yenə dediyim kimi. Gedib açırsan, qoyursan bal dəftərinin qabağına. Orada biznesin idarə edilməsinin balına baxırsan. Məsəl üçün 500 neçə baldır. Sonra gedirsən həmin il, məsəl üçün deyək ki bu il, gəlsən 500-ün 600 bal arasında 100 nəfər yazıb ona baxırsan. 100 nəfər yazıb, sonra da keçən də baxırsan, 50 nəfər həmin adam yazıb, məsəl üçün 500-dən 600 bal arası. Deməli, onda bunun balı qalxma ehtimalı var. Yox, tərsinədirsə, onda enmə ehtimalı var. Yəni, bu cür bilmək olur. Məsələn, mən burada deyə bilərəm ki, ballar qalxacaq, düşəcək. Bu, yalan söhbət yəni. Bəzi müəllimlər həqiqətən insanları istəyir ki, özünə çəksin, özü pul qazansın deyə stresə salır. Ballar qalxacaq, ay mən yazmasam girə bilməyəsən. Əslində, hər kəs ixtisas yaza bilir, hər kəs yəni yaza bilir. Mən yazdım, qəbul olduq teması yoxdur. Orada əsas rol oynayan sənsən, sənin yazdığın baldır. Sənin yazdığın bal həqiqətən gözəl bir baldırsa və ixtisasa da uyğun bir balsa, yəni düşürsən, bunu özün də yazsan düşərsən, yəni müəllimdən asılı deyil. Sadəcə kodları falan düz yazmalısan, o da asan bir şeydir. Yəni, gördüyün bir şey, gördüyün kodu kompüterdə yazırsan. Salam qardaş, UNEQ menecment pulsuza girmək istəyirəm. İnşallah 450 yığsam rahat girərəm. Daha doğrusu girmə şansım var. Deməli, keçən il mən ixtisas seçimi apararkən hələ ballar statistikaya çıxmamışdı. Menecmentin balı 389 bal idi. 389 tam neçəsə. Mən ixtisas seçimi apardım. İxtisas seçimi aparandan sonra mənim balım 412.1 idi. Və ballar nəticələri çıxanda baxdım ki, menecmentin balı qalxıb 406-ya. Yəni 17 bal falan qalxmışdı. Yəni bu cür qalxma ehtimalı var. Maksimum 20 bal falan qalxma ehtimalı var. İndi 406-dırsa əgər, yəni dediyim kimi get bal aralıqlarına bax. Əgər görürsənsə bu il çox yazan varsa, onda maksimum 20 bal falan qalxma ehtimalı var. Yəni o qədər, ondan çox da qalxma ehtimalı olmayacaq. Yəni narahat olma barədə. İkinci qrup maksimum neçə balla qəbul olmaq olar? Buduya və ən az balla. Amma yaxşı ixtisas olsun. Məsəl üçün ikinci qrupda buduya qəbul olmaq olar. Ən az balla neçə deyim də sənə? Ən az balla bizim istatistikaya əsasən, bizim ilin istatistikasına əsasən o da çox dəyişmir. 20 bal falan dəyişibdir bu ilə nəzərən.
ən az 150 balla, 150 balın həqiqətən, əgər blokdan falan yaxşı yazıbsansa, ixtisas seçimi aparmaq olur. Məsəl üçün, deyək ki, blokdan 100 baldan aşağı yazıbsansa, 3 dənə ixtisas apara bilirsən. Turizmdir, biznesdir, bir də marketinq olmalıdır, səhv etmirəmsə. Bu üçünü deyək, turizm, biznes, marketinq. Deyəsən marketinq. Marketinq dəqiq deyəmirəm, amma marketinq olmalıdır mənimlə. Amma turizm və biznes dəqiqdir. Bu üç ixtisas yaza bilirsən. Bunun düşmə ehtimalı var universitetdən universitetə asılıdır. Məsəl üçün, biznesin də bilməsini yaza bilərsən. Düşə də bilərsən həqiqətən. İndi universitet seçsən, UNİK-də məsələn düşə bilməzsən 150 balın, amma başqa universitet var ki, onlara düşə bilərsən. Biznes eləməsi yaxşıdır. Turizm falan o qədər məsləhət görmürəm. Yəni özüm də o ixtisasda oxumuram, özümə görə də məsləhət görmürəm, amma həqiqətən sevənlər varsa turizm işini gedib işləyib qabağa gedə bilər həqiqətən. İkinci qrupda riyaziyyat 0 olsa, blok, yəqin ki, yəni iminli blokdan 0 olsa, digərləri yüksək gəlsə, harada düşmə ehtimalım olar. Deyək ki, ikinci qrupda blokdan 0 yazdım. 150 balını çıxdıq indidən də 700-dən 150 getdi. Qalırdı 550 balım. 550 balın deyək ki, buraxılışda az yazdın, 50 balı riyaziyyat yazdın da. Yəni ən azı nəzərdə tuturam. Yəni ikinci qrupdansa ən az 50 yazmalısan da. 50 bal yazdın. O birislərdən coğrafiyan falan, tarixin əgər çox yaxşıdırsa, ikinci qrupda ürəyin istədiyi bütün universitetə düşə bilərsən. Əksəriyyətən məsələn riyaziyyatın zəifdirsə sənin 250 balını çıx. Nağd öz gözündə çıx 250 balını ki, sən dəqiq hesab apara biləsən. Yoxsa dəqiq apara bilmirsən hesabı. Onu belə eləməlisən. Başqa yolu yoxdur bunun. Statistika necə ixtisasdır? Statistika qəşəng ixtisasdır. Sadəcə sənin zövqünə uyğundurmu, odur, bunu qərar verməlisən. Mən burada məsəl üçün mənə görə qəşəng ixtisas dedim. Sən gedib bu ixtisas seçib gələn səfər bu ixtisası bəyənmədinsə, onda sən deyəsən ki, mənə məsləhət görmüşlər. Sən özünün ixtisası necə olmağını istəyirsənsə, o cür yönümlə get. Məsəl üçün mən UNİK-i sevirdim. Bir də iqtisadiyyat menecment ixtisası seçdim. Ona görə UNİK-də 2 ixtisas yazdım. Sən məsəl üçün universitet sevirsənsə, təkcənə, məsəl üçün UNİK sevirsən, amma UNİK-də istəmədiyin bir ixtisas var. Universitet sevən birisənsə, gedib o ixtisası UNİK-də yaza bilərsən. Yəni universitet həqiqətən çox böyük rol oynayır mənə görə. Əsas ixtisas yox, universitet rol oynayır. Çünki universitet sənə imkan tanıyır. İxtisas yox məncə. Əgər ixtisasın barədə o qədər ciddi fikirləşmirsənsə. Tibbdə falan oxusan, hə, heç nəsə. Tibbə qəbul olsa məqsədi həkim olmaqdır deyə ona görə ixtisasına yönümlənir. Amma mən məsələn əsasən universitetə yönümlüyəm. Nəyə görə? Çünki universitetdən universitetə fərq var. Adlusda oxusaydım, həftədə 5 gün dərsə gedib gələsiydim. O da biraz çətinlik yaradacaqdı mənim bəzi planlarıma uyğun. Eyni şəkildə başqa bir insanın da planı varsa, ona da çətinlik yaradacaqdı. Ona görə məsləhət görürəm ki, siz istədiyiniz ixtisası istədiyiniz universitetdə oxumağa çalışın. Bu da olmasa, istədiyiniz universitetdə istəmədiyiniz ixtisasda oxusanız sizə daha əla olacaq hər şey. Məncə bu qədər. Video məncə kifayət qədər az oldu və həqiqətən keyfiyyətli oldu. 13 dəqiqəlik, 14 dəqiqəlik video aldım təxminən. İnşallah bu video sizə həqiqətən faydalı olar. Burada mən sizə ixtisas seçimi necə aparmalı olduğumuzdan danışdım. Öz ixtisasımı bitirdikdən sonra necə işlər işləyə biləcəyimdən danışdım. Daha sonra ixtisas seçərkən özəl universitetlərə yönəlmək lazımdırmı, yönəlmək lazım deyilmi, bunları dedim. İxtisas seçimi apararkən müəllimləri stressiz salmağı, qaçınmağı başa saldım. Bəzi müəllimlər var ki, canlı falan açırlar TikTokda falan, nə bilim başqa yerlərdə sizi stressə salırlar. Bu stresslərdən qaçmağın yolunu göstərdim sizə. Yəni onlar qalxacaq dedi deyə qalxacaq, onlar enəcək dedi deyə enəcək bir şey yoxdur. Siz özünüz açıb kitabçanı qoyun qabağınıza, ən yaxşısı. Orada dediyim kimi ixtisasların ballarına baxın, keçən ilki ixtisasların ballarına baxın və ona görə sizin seçəcəyiniz ixtisasın bal aralığının qalxıbmı, enəcəyini düşünün. Yəni bu cür olur bu. Yəni yalandan kimsə qalxacaq desə inanmayın, ya da enəcək desə inanmayın. Özünüz baxın və öyrənin və ixtisas seçimində həqiqətən yaxşı müəllimə həvalə edin. Özünüz də edə bilərsiniz, problemli bir şey deyil. Mən olsa dedim necə eləmək olar. Əvvəlcə sevdiyiniz ixtisas, ən sevdiyiniz ixtisas yazın, balınız çatmasa da yazın. Daha sonra sevəcəyiniz ixtisası və həmin universiteti yazın. Ondan sonra ixtisasınıza uyğun başqa universitetlər yazın, ya da universitetinizə uyğun başqa ixtisas yazın, əgər sevəcəyiniz başqa universitet varsa. Ən axırda da istədiyiniz universitetin həmin ixtisasın qiyabisi varsa, ən axırda da onu yazın ki, özünüzü qarantiləyin. Bu qədər. İnşallah video xeyirli olmuşdur həqiqətən. İxtisas seçimlərində uğurlar arzulayıram sizə. Kanala abunə olmağı, like atmağı videoyu unutmayın.